Muzeylərlə bağlı süjetləri izləmişkən nəzərinizə çatdıraq ki, bugün tarixdə 18 may Beynəlxalq Muzeylər günüdür. Bugün ölkədəki muzeylərin hər biri pulsuz fəaliyyət göstərəcək və nə xoş o insanların halına ki, məsələn, kim belə bir vərdişi təəssüf ki, yoxdur. Amma bəlkə də bu gözəl günün səbəbi ilə öz övladlarını, özlərinin də marağına səbəb olmuş olar və daha çox muzeylərə getmiş olarlar. Yeri gəlmişkən WUF 13 çərçivəsində də əcnəbi qonaqların muzeylərə ziyarəti üçün xüsusi proqram hazırlanıb. Və efirimizin qonağı Milli İncəsənət Muzeyinin direktoru, əməkdar mədəniyyət işçisi Şirin Məlikivadır. Şirin xanım, xoş gəlmisiniz. Çox sağ olun. Bu birbaşa sizə aid olan bir bayramdır, ona görə sizə təbrik edirəm. Çox sağ olun, bu bizim peşə bayramımızdır və biz onu çox belə həmişə çalışırıq, təntənəli keçirdək və ilk növbədə siz söylədiyiniz kimi açıq qapı günləri keçirilir bütün muzeylərdə və ondan da başqa müxtəlif proqramlar təşkil olunur. Ümumiyyətlə, indi muzeylər öz gündəlik həyatında da çoxlu müxtəlif proqramlar, həm təhsil, həm əyləncəli proqramlar təşkil edir. Amma məhz sırf bu gündə daha da belə mövzuya uyğun bir proqramlar seçilir. Məsəl üçün, bugün sizin muzeyinizdə, Milli İncəsənət Muzeyində izləyiciləri, tamaşaçıları nə kimi maraqlı anlar gözləyir? Nələr hazırlanmışsınız? Bəlkə bu haqda bir məlumat verəsiniz? Bəli, ilk növbədə mən demək istəyirəm ki, elə bugünün ərəfəsində biz çox gözəl sərgi açdıq. Külək şəhərinin salnaməsi adlı sərgi və bu möhtəşəm sərgidə biz Bakımızın 100 ildən çox olan simasını göstəririk. Həm bizim gözəl kolleksiyamız vasitəsilə, rəngkarlıq, qrafika, heykəltaraşlıq nümunələri ilə, həm müasir rəssamların əsərləri ilə, eyni zamanda burada Bakıya həsr olunmuş gözəl mahnılar səslənir. Sonra biz Bakının arxiv fotolardan çox maraqlı belə kontent hazırladıq və ondan da başqa biz kadrları tapmışıq, arxiv kadrları ən ilk Bakını təqdim edən videolardan, yəni bugünə qədər 42 dəqiqəlik bir film orada nümayiş olunur və Bakı necə dəyişilirdi, onun küçələri necə daha da gözəlləşirdi, insanlar, gündəlik həyat və fikrimizcə bu sərgi çox gözəldir, çox nostalji hisslər oyadır. Yəni ilk növbədə biz istəyərdik ki, bizim həm Bakının biz bilirik ki, indi 13-cü şəhər salma forumu keçirilir beynəlxalq və qonaqlarımız çox olacaq. Onlar üçün nə tədbirlər hazırlanıb? Necə? Bəli, məhz bu sərgi bu forumun çərçivəsində bizdə açıldı və eyni zamanda bizim yəni bütün tamaşaçıları biz dəvət edirik muzeyimizə. Bizdə tematik ekskursiyalar keçirilir. Bugün bizdə çox maraqlı olacaq mühazirə. Siz bilirsiniz ki, bu il bizim muzey 90 illiyi qeyd eləyir və bu da çox böyük hadisədir və biz silsilə tədbirlər təşkil edirik və bizim muzeyimiz haqqında çox maraqlı faktlar, məlumatlar bugün bu müharizədə səslənəcək. Eyni zamanda biz heç vaxt uşaqları unutmuruq. Yəni bizim muzeydə uşaqlar çox maraqlı asudə vaxtlarını keçirdir və bugün də onlar üçün xüsusi proqramlar təşkil olunacaq. Odur ki, muzey açıqdır. Buyurun, gəlin. Biz sizi gözləyirik. Bu çox gözəl bir dəvət idi Şirin xanım. Ümumiyyətlə, mən xatırlayıram, siz elə Xalça muzeyində işlədiyiniz, yəni ki, həmin direktor olduğunuz müddətlərdə bir-birinə maraqlı layihələr edirdiniz. Məsəl üçün, tamaşalar keçirirdiniz, insanlara müxtəlif British Council'ın layihələrini keçirirdiniz. Əslində, bunların hamısının olmağı insanların istər-istəməz oradan keçib o xalçaları bir-bir görməyini və görəndə mütləq şəkildə hər kəs ən azından bir ya iki xalçaya baxacaq. Bu necə gözəl bir təşəbbüsdür. Bax, belə layihələrin olması, daha sonra insanların həvəsini necə artırmaq lazım muzeylərə gəlməyə?
Bilirsiniz, bu auditoriyanın genişləndirilməsi bu bütün dünyada, bütün muzeylərin əsas indi problematikasıdır. Onu mən qeyd etmək istəyirəm ki, bilirsiniz, belə muzeylər var ki, ora tamaşaçının axını çoxdur. Bəli. Amma belə muzeylər var ki, azdır, daha azdır. Və ona baxmayaraq ki, fəaliyyəti demək olar ki, eynidir. Mən dediyim kimi, bütün muzeylər indi çalışır, müxtəlif vasitələrlə o tamaşaçını dəvət eləsin, qazandırsın və maarifləndirsin. Bu çox vacib bir məsələdir. Məsələn, indi mən Milli İncəsənət Muzeyinin direktoruyam, bir neçə il artıq və bizim muzeyimizdə mütəmadi olaraq müxtəlif proqramlar keçirilir. Və onlardan biri də mən çox o proqramı sevirəm, dəstəkləyirəm. Bu muzeydə musiqi. Muzeydə musiqi. Bəli, siz bilirsiniz ki, biz klassik muzeyik və ilk növbədə biz təsviri sənət muzeyik. Və biz iki çox möhtəşəm binalarda, 19-cu əsr olan binalarda fəaliyyət göstəririk. Yəni, bizim binalarımız özü də irs binasıdır. Böyük bir tarixi var. Tarixi var. Bizim Dibur sarayımız, Bakıda çox az ilk neft bumun yəni tarixindən qalmış saraylar var. Bu da onlardan biridir, çox möhtəşəm interyerlərlə və təbii ki, bizim kolleksiyamız çox möhtəşəmdir. Biz Azərbaycan incəsənətini göstəririk, təbliğ edirik. Eyni zamanda bizdə dünya incəsənəti də nümayiş olunur və Azərbaycanda biz yeganə muzeyik ki, siz Esteban Murillo kimi rəssamın əsərlərini orada canlı görə bilərsiniz və digər rəssamlarında, yəni intibaq dövrün, barokko dövrün və s. Ona görə də yəni bu həqiqi mənada çox böyük bir mirasdır və bu möhtəşəm zallarda bizdə klassik konsertlər, klassik musiqilərin konsertləri, muğam konsertləri keçirilir daimi və bu tam başqa bir ab-havadır və təbii ki, konsertə gələn insanlar mütləq bizim ekspozisiyamızla da tanış olurlar. Hətta biz çalışırıq ki, kiçik belə tematik ekskursiyalarda keçirdik. Nə gözəl. Məsələn, biz 17-ci əsr musiqini təqdim ediriksə, o dövrə aid sənət əsərləri biz göstəririk və s. Yəni, bu, bilirsiniz, sintezdir. Bütün incəsənətin, dünya incəsənətin və Azərbaycan incəsənətin həmçinin sintezidir bizim muzeyimizdə. Yəni, ondan da başqa bizdə kinozal var. O kinozalda da biz daimi olaraq filmlər göstəririk. Yəqin ki, sənədli filmlər olur. Sənədli filmlər, amma ancaq sənədli filmlər yox, bədii filmləri də biz göstəririk. Bizim rejissorlarımızın filmlərini biz göstəririk və onun da bir auditoriyası, bu layihənin də bir auditoriyası var və mühazirələrdən mən artıq danışdım, mütəmadi olaraq muzeyimizdə keçirilir. Yəni, biz çalışırıq ki, həm uşaqlar, həm tələbələr üçün, həm yaşlı insanlar üçün və işgüzar insanlar üçün maraqlı və həmişə fərqli bir yanaşma göstərir. Hətta bizdə keçən il çox maraqlı Rus drama teatrı ilə bizdə immersiv tamaşalar da qoyulmuşdu muzeyimizdə. O da bir yenilikdir və onun da özünün kiçik, amma öz auditoriyası var. Yəni, biz artıq deyə bilərik ki, 2023-cü ildən 26-cı ilə qədər bizim auditoriyamız, bizim ziyarətçilərimiz qat-qat, yəni çoxalıb. Nə gözəl, bu çox sevindirici də eşitmək. Çox sevindirici haldır. Bəli, muzey indi insanlarla doludur və biz istəyirik ki, daha da çox insanlar muzeyə gəlsin. Sadəcə bir örnək, keçən il bizim həmin gündə 18 may bayramımızda muzeyimizi 7000 nəfər ziyarət elədi. Yəni, bu bizim üçün çox rekord bir göstərici olmuşdu. Baxaq görə bu il necə olacaq. Yəni,
Yəni biz çox bilirsiniz, bütün muzey işçiləri fədakarlardır. Yəni onlar öz həyatını, öz enerjisini muzeyə həsr edirlər. Bu bizim kolleksiyalarımıza və biz həmişə istəyirik ki, bizim işimizi, bizim bu bilirsiniz fəaliyyətimizi insanlar faydalasınlar. Ona görə çox istərdik ki, ziyarətçilər muzeylərə daha çox gəlsinlər. Nə gözəl ki, bax belə köklü şəkildə bu təşəbbüslərlə məşğulsuz Şirin xanım. Bu sevindirici haldır və buna görə sizə alqış düşür. Digər bir məsələ də fikriniz maraqlıdır. Bax, məsəl üçün, bilirik ki, təəssüf ki, elə dövrdə yaşayırıq ki, çox məhfumların daha böyük kütləyə çatdırılması üçün reklam vacibdir. Və bugünkü gündə reklam xarakteri artıq biraz istiqamətini dəyişib. Artıq televiziya reklamlarından çox, daha çox blogerlərin yolu ilə, sosial şəbəkələr yolu ilə və hətta məsəl üçün Formula 1 yarışlarını götürsək, ora paddock deyilən bir əraziyə müxtəlif ölkələrdən çox məşhur simalar, blogerlər, aktyorlar dəvət olunur ki, onlar orada şəkil çəkdirərək öz izləyicilərinin bu idman növünə marağını artırsınlar. Fikrinizcə, müxtəlif səyahət blogerlərinin xarici ölkələrdə muzeylərə dəvət olunması, orada vloqlar aparması və s. bu necə təsir edə bilərdi insanların daha çox, turistlərin daha çox bizim belə deyək, tariximizlə yaxından maraqlanmasına? Bəli, bu indi çox vacibdir. Siz söylədiyiniz kimi. Artıq televiziya demək olar ki, çox az insanlar baxır. Daha çox internet vasitəsilə hətta televiziyaya baxanlar var. Ona görə də, yəni ki, necə deyim, sosial şəbəkələr çox vacibdir və hal-hazırda mən sizə deyim ki, ümumiyyətlə müxtəlif muzeylərdə sosial şəbəkələr artıq illərdir var. Bəli. Amma məhz Covid dövründə 20-ci ildə siz təsəvvür edə bilmirsiniz. Bütün muzeylər, o sosial şəbəkələr, mən Azərbaycandan danışıram, yəni başladı və biz hamımız sanki bloger olduq. Yəni bu da, bəli, hətta kim heç vaxt bununla məşğul olmamışdı, kimin heç vaxt səhifələri də olmadı, artıq bununla məşğul olmağa başladı və mən sizə deyim ki, muzeylərin bu sahəsi də inkişaf olunur. İndi siz girə bilərsiniz bizim də yəni sosial şəbəkələrimizə və mən dəvət edirəm tamaşaçıları follow edin bizi. Siz bütün bizim yeni proqramlar haqqında, bizim afişalarımız, hər bir şey orada yəni yer alır, bəli. Və ilk məlumatları siz orada biləcəksiniz. Ona görə biz də öz səhifələrimizi aparırıq. Biz indi daha çox videolarla, hətta animasiyalarla, süni intellektlərlə istifadə edib hansısa kontent hazırlayırıq. Hətta bizim hər bir ekspozisiyamızda yeni bir sərgidə biz çalışırıq ki, bu müasir texnologiyaları da istifadə edək. Məsələn, bizdə keçən il Mirzə Qədim İrəvaninin 200 illiyi qeyd olundu, çox belə geniş şəkildə və muzeyimizdə möhtəşəm sərgi açılmışdı. Onun əsərlərin böyük qismi Gürcüstanda qorunub saxlanılır və oradan biz o əsərləri gətirdik və təsəvvür edin ki, biz bu sərgidə bir neçə o texnologiyalardan istifadə elədik. AR-dan məsələn və orada siz telefonla baxa biləcəksiniz ki, bu əsər məsələn bərpadan öncə hansı vəziyyətdə olub və canlı siz onu artıq bərpadan sonra görə bilirdiniz. Onun tanınmış portretləri sizinlə Azərbaycan və İngilis dilində danışırdı və öz hekayəsini danışırdı. Yəni, belə bir kontent bizdə artıq muzeydə var və bu da çox vacibdir. Amma mən deməzdim ki, klassik muzeylər bu yeni texnologiyalardan çox istifadə etməlidir. Yəni o simanı qoruyub saxlamalıdır. Mütləq. Bu mənim fikrimdir. Yəni klassik muzey, klassik o görünüşünü və ab-havasını mütləq saxlanmalıdır. Ona görə ki, o yeni dünya indi hər yerdədir. İnsanlar onu hər bir yerə gedəndə
hiss edə bilər, böyük monitorlar və s. Amma muzeydə o xüsusi bir bilirsiniz aura var və insan ora artıq daxil olanda o auranı hiss eləməlidir və öz ürəyində onu yaşatmalıdır. Bəli, ona görə bu vasitədə istifadə olunur. Təşəkkür edirik Şirin xanım Çox sağ olun. gəldiyiniz üçün. Sizi də təbrik edirik. Təşəkkür Əməkdaşlarınızı edirəm. təbrik edirik və bütün muzey sevənləri təbrik edirik.